Gün ərzində çayı şokoladla və yaxud da mürəbbə ilə, qəndlə içirsənsə, unutma ki, bu sadəcə bir dad deyil. Sənin bədənində olan hər hansı bir xəstəliyin də qidalanması deməkdir. Yəni, olan xəstəliyin ondan enerji alaraq daha da şiddətləndirir. Məsəl üçün, sənin miqrenin varsa, sənin panik atağın varsa və yaxud da ki, hormonal pozuntu varsa, həmən bu almış olduğun yüksək miqdarda işlənmiş karbohidrat sənin o xəstəliyini də qidalandırır və nəticə etibarilə sən 2 saatlıq özünü dopamin hissi qalxdığına görə yaxşı hiss eləyirsən. 2 saatdan sonra sənin həmən o xəstəliyin də qidalandığına görə başlayır səndə ağrılar, yorğunluq, həmən onun xəstəliyin atakları güclənir. Bax, bunu unutma. Şəkərli qidaları ona görə diyet menüsündə azaldırıq.